hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, Çağdaş Təhsil Komandasının rəhbəri Vüsal Kəlbəcəri, 18 kitab müəllifi, Qızıl Gələn mükafatı. Bu günlərim Azərbaycanımızın çox gözəl bölgəsi olan Ağcabədi rayonundayıq. Ağcabədi rayonunda biz olduğumuz müddətdə dəfələrlə mən əvvəllər məqalə hazırlamışam. Bəli, Afşar kəndində də dəfələr olmuşam. Demək, Afşar kəndində çoxlu sayda şagirdlərdən, tələbələrdən, valideynlərdən sorğular apardıq. Sorğular aparanda bizə Kərim müəllim haqqında məlumat bildirdilər. Həm gözəl məktəb direktoru, həm gözəl müəllim, gözəl ziyalı olduğunu bildirdilər. Təqaüdlü oldu müəllim kimi bildirdilər. Biz də gəldik müəllimlə tanış olmağa, sizlərə təqdim etmək istəyirəm. Bir daha sizi xoş gördük müəllim. Allah təala can sağlığı versin sizə. Adınız, soyadınız müəllim? Ələkbərov Kərim Yaquboğlu. Neçə il təhsil sahəsində çalışmışsınız? 1975-ci ildə Ağcabədi rayon Afşar kənd sahəli tam orta məktəbində müəllim kimi fəaliyyətə başlamışam. Çox gözəl. 2005-ci ildən Afşar kənd sahəli tam orta məktəbində direktor işləmişəm. 2005-ci il, bəli. Müəllim 2005-ci ildə işləyəndə 2006-cı ildə mənim ilk rayonlardan, Ezamiyə gəldiyi rayonlardan biri Ağcabədi rayonu oldu. Bir il müəllim işləyirdi. O vaxtda gəlib mənim haqqında gözəl müsahibə götürmüşdüm. Və demək olar ki, 20 il direktor işləmişsiniz, müəllim. 20 il müəllim məktəb direktoru işləyibdi. İndi hal-hazırda neçə yaşınız var müəllim? 72 yaşım var. Ay maşallah. Neçənizdə təqaüdə çıxmışsınız? 70 yaşımda təqaüd. 70 yaşında. Çox gözəl. Və 70 yaşına 3 ay qalmış təqaüdə çıxdım. Və müəllimə bu günlərimiz uzun can sağlığı arzu edirik. Bu gündən sonra biz müəllimə hansısa tərəqqimə qalay məktəb müəllim arzu edilməliyik və bu gündən sonra ancaq gözəl can sağlığı. Bəli, müəllimin çoxlu sayda yetirmələri var. Hansı fən tədris eləmişsiniz müəllim? Riyaziyyat tədris eləmişəm. Mənim yetirmələrimdən Suatda Bakı şəhərində sağlamlıq mərkəzində işləyir. Zakir Quliyev Türkiyədə təhsil alır. Öz nəvəm Azərbaycan Dövlət Tibb Universitetinin 6-cı kursunda təhsil alır. Bugün günə kimi də əlaçı gedir. Yəni, çox şagirdlərim haqqında deyə bilərəm, yüksək səviyyədə. Hətta mənim şagirdlərimdən məndən çiyin-çiyinə yine ali məktəbi tutarıb, məktəbimizdə işləyənlər də var. Arzuman müəllim, indi psixolog kimi fəaliyyət göstərir. Çox şagirdlərimiz müvəffəqiyyət qazanır. Çox gözəl. Biz müəllimin haqqında çoxlu sayda maraqlanmışıq. Müəllim dövründə də işləyəndə də çoxlu sayda yetirmələr var və hətta direktor işləyəndə də məktəbdə yüksək nizam, intizam, o cümlədən təlim, tərbiyə və ali məktəbə qəbul nəticələri gözəl oldu, olimpiada göstəriciləri gözəl oldu və ondan əlavədə məktəbdə təhsil şagirdlərə direktor kimi deyil, həm də bir valideyn kimi, ata kimi, bir baba kimi, o cümlədən onlara gözəl bir ziyalı kimi hər zaman örnək olubdur. O cümlədən müəllim yaxşı şagirdlərin yaxşı ziyalı deyil, həm də gözəl vətəndaş, vətənpərvər yetişməsinin əlindən gələn əsirgəməkdir. Həm də müəllim gözəl ailə başçısıdır, gözəl atadır. Neçə evladınız var müəllim? 4 evladım var, 2 oğlum, 2 qızım. Oğlumun biri Beynəlxalq Universitetinin fakültəsini tutarıb. O bir oğlum Gəncə Pedaqoji İnstitutunun Biologiya fakültəsini tutarıb. Bir qızım Azərbaycan Dövlət Müəllimlər İnstitutunun Ağcabədi filialının ixtisari təhsilin pedaqogikası və metodikası fakültəsini bitirilib. Hal-hazırda Afşar kəndisi sahil tam orta məktəbində fəaliyyətə davam etdirir. Çox gözəl. Bir sözlə müəllimin övladlarının hər biri ali təhsil. Neçə nəvəniz var müəllim? 13 nəvəm var. Ay maşallah. Nəvələrimdən ikisi orta məktəb tutarıb verir. Bayaq qeyd elədiyim kimi Azərbaycan Dövlət Tibb Universitetinin 6 kursunu verirlər, tamamlayır. O birisi Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin 3-cü kursunda bir təhsil davam edir. Müəllim, bizim bax bugün 2025-ci il 21 aprel tarixidir. Bizim çəkilişimiz vasitəsilə öz övladlarınıza, nəvələrinizə və şagirdlərinizə və bizə öz sözlərinizi deyə bilərsiniz. Mən bütün Azərbaycan övladlarına yüksək təhsil almalarını arzu edirəm, tövsiyə edirəm. Ulu öndərimiz qeyd elədiyi kimi təhsil millətin gələcəyidir. Təhsilin varsa, hara getsən üzün ağ olacaq, həqiqi təhsilin var. Adi bir müəssisədə gedib fəhlə işləsən, yenə də orada o təhsilin yüksək səviyyədənsə, yüksək nəticə göstərirsən, sən heç kim haqqına girə bilməyir. Ona görə də oxumaq, yenə də oxumaq. Təhsili davam etdirmək vacibdir. Çox gözəl. Müəllimə biz uzman ölçüdən sağlardır, hörmətli izləyicilərimiz. Bizim qonağımız Kərim müəllim oldu. Ağcabədi rayonu demək,
Şuşar kənddə tam orta məktəb, 2 saat tam orta məktəbin həm təqaüdlü olan müəllimi, həm ziyalısı, həm ağsaqqalı, həm də gözəl ailə başçısına tanış olduq. Təşəkkürlər. Can sağlığı. Çok sağ olun. Bir daha minnettarlığımı bildirim. Əziyyət çək. Bir daha xoş gördük Ayanam. Biz Kərim müəllim haqqında geniş şəkildə bilgilərə sahib olmuşuq. Şagirdlərdən, tələbələrdən, valideynlərdən özü haqqında da məlumat götürdük, özündən də müsahibə götürdük. Amma bir həyat yoldaşı kimi kamera arxasında bizə ürək sözlərini dediniz. Amma istəyirəm ki, kamera önündə də deyəsiniz. Adınız, soyadınız? Həsənova Rüqiyyə. Rüqiyyə xanım, Kərim müəllim necə həyat yoldaşı, necə ata, necə babadır? Kərim müəllim ən yaxşı, ziyalı, ailə canlı, yaxşı baba, yaxşı ailə başçısı. And olsun Allaha. Çox yaxşı insandır. Çox gözəl. Mədəni, ziyalı, çox yaxşı. Çox gözəl. Mehriban. Və biz bilirik, siz də mehriban anasınız, gözəl həyat yoldaşsınız. Kərim müəllim də sizin haqqınızda gözəl sözlər bildirdi. Allah Taala sizi həmişə belə gözəl, mehriban eləsin. O gün olsun biz sizin 80 yaşınızda, 90 və 100 yaşınızda bizim komandamız gəlsin sizlərlə bağlı gözəl çəkiliş eləsin. Nəvələriniz də biz arzu edirik ki, Kərim müəllim kimi vətənimizin dəyərli vətəndaşları olsunlar. Çağdaş təhsil komandası olaraq və mən Vüsal Kəlbəcəri olaraq hər zaman sizlərə uzun ömür, can sağlığı arzu edirik. Təşəkkür edirik, minnətdarlığımı bildiririk. Sağ olun. Allah sizi kimi oğlanların, balaların kürəyinin arasında dursun. Təşəkkür edirəm. Pastanı yaşıl işığınız yansın. Təşəkkürlər. Yükseklərdə gəzəsin. Təşəkkürlər olun. Minnətdaram. Köməyiniz olsun. Çox sağ olun. Minnətdarım. Çox sağ olun.